Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimimiz Səlcə. Bugün sizlərlə maddə miqdarı və Avogadro qanunu bölməsinin kimyəvi tənliklər üzrə hesablamalar mövzusundakı sualları izah edəcəyik inşallah. Vaxt itirmədən birinci sualdan başlayaq. Uşaqlar, 2 mol sink S-dən neçə litr SO2 almaq olur? Uşaqlar, ilk öncə sink S-dən SO2-nin alınma reaksiyasını yazaq. Sink S üzərinə gəlinsin oksigen. Əgər oksid alınırsa uşaqlar, mürəkkəb maddə oksigenlə reaksiyaya daxil olduqda hər iki mürəkkəb maddənin tərkibində olan atomların oksidləri əmələ gələcək. Sink sabit ekvivalentli elementdir, oksigen də ekvivalentli elementdir, sink oksid üzərinə gəlinsin. SO2 reaksiyaya aid olan məsələləri düzgün həll etmək istəyirsə uşaqlar, ilk öncə reaksiya tənliyini əmsallaşdırmalıyıq. Gəlin əmsallaşdıraq. 2 mol, 2 mol, 2 mol. Kükürdlərlə sinklərin sayı bərabər oldu. Sağ tərəfdə 6 dənə oksigen var, sol tərəfdə də 6 dənə oksigen oldu. Bizə deyir ki, 2 mol sink S-dən neçə litr SO2 almaq olar? Uşaqlar, normalda 2 moldan 2 vurulsun 22,4 litr SO2 alınır. Yəni 44,8 cavab D variantı. Reaksiyanı yazdıqdan sonra aydın şəkildə görə bildik. İkinci sual. Eyni tipdə sualdır. 2 mol NH3-dən neçə litr NO almaq olar? Uşaqlar, biz oksid əsas turşu duz bölməsini keçəndə dedik ki, amonyak oksigenlə iki şəraitdə reaksiyaya daxil olur. NH3 üzərinə gəlinsin oksigen. NH3 üzərinə gəlinsin oksigen. Əlbəttə bu bilməyimiz hal-hazırda bu məsələdə bizə kömək eləməyəcək, amma yenə də yadımızda saxlayaq. Bir yalnız temperatur şəraitində, bir də temperatur və katalizator şəraitində. Temperaturla reaksiyaya daxil olanda azot üzərinə gəlinsin H2O əmələ gəlir. Katalizator iştirakında NH3 oksigenlə reaksiyaya daxil olanda azot monoksid, bir də su əmələ gəlir. Gəlin reaksiya tənliyi əmsallaşdıraq. 4 mol, 4 mol, 6 mol, 4 o da 6, 10, 5 mol. Reaksiya tənliyini əmsallaşdırdıq. Bizə deyir ki, 2 mol NH3-dən neçə litr NO almaq olar? Bilmirik. X litr NO almaq olar. Normalda 4 mol NH3-dən 4 vurulsun 22,4 litr azot monoksid alınır. İxtisarlarımızı aparırıq 2 dəfə. 2-yə ixtisar getdi. 2 dəfə X də bərabərdir 44,8 litr. Cavab da oldu B variantı. Keçirik 3-cü suala. Dəmirlə kükürdün reaksiyasından 132 qram ferium S alınmışdır. Gəlin ilk öncə reaksiyanı yazaq. Ferium üzərinə gəlinsin kükürd. Reaksiyadan ferium S alınır. Əmsallaşdırmamıza ehtiyac yoxdur. 132 qram ferium S alınır. Reaksiyaya daxil olan dəmirin atomlarının sayını müəyyən edin. Uşaqlar, reaksiyaya 1 mol, yəni 6,2 vurulsun 10^23 sayda dəmir daxil olsa 1 mol. Biz 1 molunda olan atomların sayını müəyyən edirik. Uşaqlar, atom sayı diqqətli olun. Əgər burada ferium yox, xlor 2 olsaydı, onda 2 vurulsun altdan %2 olar. Çünki bizdən atom sayını istəyirdi. Amma feriumdur, 1 atom olduğuna görə dəmir molekulunda altdan %2 vurulsun 10^23 götürürük. Xeyr, bir dəqiqə, altdan %2 vurulsun 10^23, 132 qram üçün deyil. Bir dəqiqə, burada yanlış oldu. 132 qram üçün bilmirik. Gəlin aşağıda bir dəfə də yazaq tənasübü. 132 qram ferium S alınanda X dənə dəmir atomu reaksiyaya daxil olur. Qram yox, dənə saylandı atom. Normalda isə uşaqlar 6,2 vurulsun 10^23 sayda dəmir atomu reaksiyaya daxil olduqda 56 üzərinə gəlinsin 32 qram ferium S alınır. Bu cəmdə 88 qram elədir. İndi gəlin ixtisarlarımızı aparaq. X bərabərdir 44-ə ixtisar gedir 3 dəfə, 44-ə ixtisar gedir 2 dəfə, 2-yə ixtisar gedir 3,1 dəfə. 3,1 də 3-ə vuranda 9,3 vurulsun 10^23 sayda atom. Cavab da oldu Y variantı. Keçirik 4-cü suala. 1 mol ferium 2O3, 3 mol karbon monoksidlə ferium O3-ə 3 mol karbon monoksidlə təsir etdikdə neçə mol dəmir atomu reduksiya olunur? Dəmir atomu reduksiya olunur. Uşaqlar, əslində məsələni bizə verəndə birbaşa reaksiyadan hansı maddələr daxil olur, reaksiyadan hansı maddələr alınır, onu da demiş olur. Ferium 2O3 deyir, reaksiyaya daxil olur, karbon monoksidlə və dəmir reduksiya olunur. Uşaqlar, dəmir reduksiya olundu, dəmir çıxdı. Burada dəm qazı qaldı, bir də oksigen. Üzərinə gəlinsin karbon qazı. Bu qədər sadə. İndi gəlin reaksiya tənliyini əmsallaşdıraq uşaqlar. 3 mol karbon qazı alınacaq, 3 mol dəm qazı reaksiyaya daxil olacaq, 6 dənə oksigen, 2 dənə də ferium.
Reaksiya əmsallaşdı. Deyir ki, 1 mol ferium 2O3, 3 mol, normalda da elə reaksiyadan görürük ki, 3 mol dəm qazı ilə reaksiyaya daxil olur. Neçə dəmir atomu reduksiya olunur? 2 mol ferium reduksiya olunur. 2 mol feriumda neçə dənə molekul var? 2 vurulsun 6,2 vurulsun 10^23 sayda dəmir atomu reduksiya olunur. Cavab da oldu Y variantı. 1,204 vurulsun 10^24. Keçirik 5-ci suala. 1,505 vurulsun 10^23 sayda hidrogen molekulu, baxın hidrogen molekulu 17,75 qram xlorun qarşılıqlı təsirindən, xlor molekulu uşaqlar, xlor atom deyil. Neçə litr hidrogen xlorid əmələ gəlir? Gəlin ilk öncə reaksiyanı yazaq. H2 üzərinə gəlinsin xlor 2 bərabərdir H xlor. Reaksiya tənliyini əmsallaşdıraq. 2 mol H xlor. İndi gəlin bu iki ədədin molla ifadə eləyək. Uşaqlar 1,505 vurulsun 10^23 sayda hidrogen molekulunun neçə mol olduğunu bilmirik. Olsun x mol. Normalda isə 1 mol hidrogen molekulu 6,2 vurulsun 10^23 sayda hissəcik olur. Molekulunda dedim. Diqqətli olun. Atom demirəm, molekul deyirəm. Gəlin ixtisarlarımızı aparaq. 3,1 ixtisar gedir 2 dəfə, 3,1 ixtisar gedir 0,5 dəfə. X də bərabərdir 0,25 mol. Deyir ki, 0,25 mol deməli hidrogen molekulu reaksiyaya daxil olur. Neçə mol xlorla? 17,75 qram xlor 2 ilə reaksiyaya daxil olur. Neçə mol olduğunu bilmirik. Olsun y mol. Normalda isə 1 mol xlor 71 qramdır. Uşaqlar 17,75 bilirik ki 35'in yarısıdır. 71'də 35'in baxın 35'də 71'in yarısıdır. Düz deyil. Onda 71 17,5'ə baxın bunu 2'yə vurduqda 35 eləyir. 35,5 eləyir. Düz deyil. 35,5'də 71'in yarısı. Deməli 71 17,5'dən 4 dəfə daha çoxdur. Böldükdə cavab 4 eləyir. Y də bərabərdir 4'də 1 mol, yəni 0,25 mol. 0,25 molda xlor reaksiyaya daxil olur. Uşaqlar, normalda 1 molla 1 mol xlor reaksiyaya daxil olmurdu. 0,25 mol 0,25 mol reaksiyaya daxil olacaq və ondan 2 dəfə çox, yəni 0,5 mol hidrogen xlorid alınacaq. 1 mol hidrogen molekulu 1 mol xlor molekulu ilə reaksiya daxil olanda 2 mol H xlor alınırdısa, 0,25 mol hidrogen molekulu 0,25 mol xlor 2 ilə reaksiya daxil olduqda 0,5 mol H xlor alınır. Deyir neçə litr? Cavabı litrlə istəyir. 0,5 mol qaz halında olan maddədir. 11,2 litrdir. Cavab oldu D variantı. Keçirik 6-cı suala. 6-cı sual. Hansı halda reaksiyaya daxil olan maddələrin həcm nisbəti 1-in 3-ə nisbəti şəklindədir? Uşaqlar, birinciyə baxın, həcm nisbəti 1-in 3-ə nisbətdir. Çox vaxt uşaqlar birinci cavabı elə doğru götürürlər. Uşaqlar, həcm nisbəti yalnız qaz halında olan maddələrə aiddir. C6H6 isə qaz halında olan maddə deyil. C6H6 benzol, yəni maye halda olan maddə. Ona görə də bu nisbət ödənilmir. B variantında alüminium bərk haldadır, kürdə bərk haldadır. Heç həcm nisbətindən burada danışa bilmərik, ancaq mol nisbətindən danışa bilərik. C6H6 üçün də həcmdən danışa bilmərik, moldan danışa bilərik. Çünki bərk maddələrin maye halda olan maddələr üçün biz həcm nisbəti söhbəti yoxdur. Maqnezium bərk haldadır, azot qazdır. Azotda yəni tək azot burada 1-in 3-ə nisbət edə bilməz. SO2 qaz haldadır, oksigen də qaz. Burada həcm nisbəti 2-nin 1-ə nisbətidir. Azot və hidrogendə 1-in 3-ə nisbətindədir həcm nisbəti. Bilirik ki, qazlarda həcm nisbəti mol nisbətinə bərabərdir. Cavab da oldu Y variantı. 7-ci sual. 0,5 mol karbondan maksimum neçə litr karbon qazı alınır? İlk öncə gəlin reaksiyanı yazaq. Karbonun üzərinə oksigen gəldikdə karbon qazı alınır. Əmsallaşdırmağa ehtiyac yoxdur. 0,5 mol karbondan neçə litr karbon qazı alınacaq? X litr bilmirik. Normalda isə 1 mol karbondan
22,4 litr karbon qazı alınırdı. X isə bərabərdir 11,2 litr. 2də 1 vuracaqsınız 22,4-ə. Cavab oldu B variantı. 8-ci sual. Kükürdlə reaksiyaya 96 qram oksigen daxil olmuşsa neçə mol SO2 alınır? Gəlin ilk öncə kükürdlə oksigenin reaksiyasından SO2-ni alaq. Əmsallaşdırmamıza ehtiyac yoxdur. 96 qram deyir oksigen daxil olmuşsa neçə mol SO2 alınır? X mol SO2 alınır. Uşaqlar, məsələləri tənasüblə həll etdikdə çox sadə bir şəkildə həll edəcəksiniz. 32 qram normalda oksigen reaksiyaya daxil olursa reaksiyadan görürük. 1 mol SO2 alınırdı. 32 ilə 96 ixtisar gedir 3 dəfə. X də bərabərdir 3 mol. Deməli 3 mol SO2 alınacaq. Cavab oldu D variantı. 9-cu sual. 16 qram hidrogen yandıqda gəlin ilk öncə hidrogeni yandıraq. Yanma reaksiyalar oksigenin iştirakı ilə gedir uşaqlar. Hər hansı bir maddəni yandırın dedikdə həmin maddəni oksigenlə reaksiya salıb temperaturda daha doğrusu reaksiya salırsınız. 2 mol 2 mol əmsallaşdırdıq. 16 qram hidrogen yandıqda neçə mol H2O əmələ gəlir bilmirik. X mol H2O əmələ gəlir. Normalda isə 2 vurulsun 2, yəni 4 qram hidrogen yandıqda 2 mol H2O əmələ gəlir. İxtisarlarımızı aparırıq. 2-yə ixtisar getdi 8 dəfə. X də bərabərdir 8 mol. 8 mol su əmələ gələcək. Cavab oldu D variantı. 10-cu sual. Azot və hidrogenin reaksiyasından amonyak alınır. Reaksiyanın çıxımı 50% olarsa. Gəlin 10-cu sualı yazaq. Azot və hidrogenin reaksiyası var. Düz deyil 3 mol. 2 molda NH3 alınır. Praktiki çıxım deyir ki 50% olsun. Uşaqlar, praktiki çıxım deyir ki, bir də diqqətlə məsələnin ardını oxuyaq. 4 mol azotdan neçə mol amonyak alınır? Uşaqlar, praktiki çıxım 100% olanda, yuxarıdakı reaksiya praktiki çıxımın 100% olduğu reaksiyadır. Praktiki çıxım 100% olanda, deməli 1 mol azotdan neçə mol amonyak alınırdı? 2 mol amonyak alınırdı. Onda praktiki çıxım 100% olanda 4 mol azotdan neçə mol amonyak alınacaq? 8 mol amonyak alınacaq. 2 mol 2 dəfə çox. NH3. Uşaqlar, praktiki çıxım 100% olanda 4 mol azotdan 8 mol amonyak alındı. Yaxşı, bəs 4 mol azotdan N2 praktiki çıxım 50% olsa neçə mol amonyak alınacaq bilmirik. X mol amonyak alınacaq. İndi bu tərəfi qoyuruq kənarda. Tənasübü sağ tərəf üçün hesablayırıq. 8-in 50 olan hasili bərabərdir X-in 100'e olan hasilinə. İxtisarlarımızı aparırıq 2 dəfə. 2-yə ixtisar getdi 4 dəfə. X də bərabərdir 4 mol. Praktiki çıxım 100% olanda 8 mol amonyak alınırdı. Praktiki çıxım 50% olanda 4 mol amonyak alınacaq. Cavab oldu B variantı. Eyni tipdə sualdır uşaqlar. 9 mol hidrogenden. Burada da hidrogenden danışır. Birinci sual. Bize deyir ki N2 üzerine gəlinsin 3 mol H2 reaksiyanı ilk önce yazın. Dönər reaksiyada uşaqlar. Yəni 2 mol NH3-dən yenidən N2 üzerine gəlsin 3 mol H2 almaq olar. Praktiki çıxım 50% deyənə 9 mol hidrogenden. Uşaqlar, normalda 3 mol hidrogenden neçə mol amonyak alırıq? 2 mol amonyak alırıq. Yaxşı, bəs 9 mol hidrogenden neçə mol amonyak alacaq? Uşaqlar, 6 mol. 3 dəfə 3 9, 2 dəfə 3 6. 6 mol amonyak alacaq. Düz deyil, 3 dəfə artıq. İndi praktiki çıxım 100%'dir. Yox, əgər praktiki çıxım 50% olsa, 9 mol hidrogenden neçə mol amonyak alarıq bilmirik. X mol amonyak alarıq. İndi gəlin sol tərəfi qıraqda qoyaq. Sağ tərəf üçün tənasib hesablayaq. 6 vurulsun 50 bərabərdir 100x. İxtisarlarımızı aparırıq 2 dəfə. X də bərabərdir 3 mol. Deməli 3 mol amonyak almaq olar. Cavab oldu A variantı. Keçirik 12-ci suala. Normal şəraitdə 44,8 litr CO və 2 mol oksigen qapalı qabda qarşılıqlı təsirindən sonra qabda olan ümumi molekulların sayını hesablayın. Ümumi molekul sayı, atom sayı deyil. Bura diqqət. 12-ci sual. Normal şəraitdə baxın 2 mol 44,8 litr 2 moldur. 2 mol dəm qazı və 2 mol oksigenden ibarət bir qaz qarışığı var. İndi gəlin dəm qazının oksigenlə olan reaksiyasının tənliyini yazaq aşağıda. Karbon qazı alınır. Reaksiya tənliyini əmsallaşdırdıq. Uşaqlar, normalda 2 mol dəm qazı 1 mol oksigenlə reaksiya daxil olur. Düz deyil. Onda dəm qazı tamamilə reaksiya daxil olacaq. 1 molda oksigen
reaksiyaya daxil olacaq. 1 mol oksigen reaksiyaya daxil olursa 1 mol O2 artıq qalacaq. Uşaqlar, dəm qazı tamamilə qutarıb, qabda dəm qazı qalmayıb. 2 mol karbon qazı əmələ gəlib. 2 mol da karbon qazı qalacaq qabda. Reaksiyadan sonra deməli qabda 1 mol oksigen artıq qaldı, 2 mol da karbon qazı əmələ gəldi. Ümumi molekulların sayı uşaqlar, ümumilikdə 3 mol qaz qarışığı var, 3 vurulsun. Molekul sayı da altdan %2 vurulsun 10 üstü 23. Cavab da oldu A variantı. Keçdik 13-cü suala. 126 qram magnezium karbonat parçalandıqda neçə mol magnezium oksid alınır? Gəlin karbonatları parçalayaq. Magnezium karbonat parçalananda uşaqlar magnezium oksid üzərinə gəlinsin karbon qazı alınır. Reaksiyanlığını əmsallaşdırma ehtiyac yoxdur. 126 qramı parçalandıqda x mol magnezium oksid alınırsa, normalda 84 qramı parçalandıqda, yəni 1 molu parçalandıqda 1 mol magnezium oksid alınırdı. Gəlin indi ixtisarlarımızı aparaq. 20-yə ixtisar gedir 4 dəfə, 21-ə ixtisar gedir 6 dəfə, 2-yə ixtisar gedir 2 dəfə, 2-yə ixtisar gedir 3 dəfə. X də bərabərdir 1,5 mol. Cavab da oldu C variantı. Keçirik 14-cü suala. Eyni tipdə sualdır uşaqlar. Kalsium karbonat. Kalsium karbonat parçalandıqda kalsium oksid üzərinə gəlinsin karbon qazı əmələ gəlir. Əmsallaşdırmağa ehtiyac yoxdur. 200 qram kalsium karbonat parçalananda x mol kalsium oksid əmələ gəlirsə, normalda isə 1 mol, yəni 100 qram kalsium karbonat parçalandıqda 1 mol kalsium oksid əmələ gəlir. İxtisarlarımızı aparırıq 2 dəfə. X də bərabərdir 2 mol. Deməli 200 qram kalsium karbonat parçalandıqda 2 mol kalsium oksid əmələ gələcək. Keçirik 16-cı suala. 6 litr dəm qazı və 3 litr oksigen qazlarını qarışdırdıqdan sonra 4 litr karbon qazı alınmışsa, neçə litr dəm qazı və oksigen daxil olmamışdır reaksiyaya? 16-cı sual. Deməli, dəm qazı 6 litrdir bizə verilib. 3 litrdə oksigen qazımız var. Dəm qazı ilə gəlin oksigenin reaksiyasını yazaq ilk öncə. Alınır karbon qazı. Reaksiya tənliyini əmsallaşdırdıq, düz deyil. Bizə deyir ki, 4 litr karbon qazı. Uşaqlar, 4 litr karbon qazı alınıbsa, bilirik ki, həcm nisbəti mol nisbətinə bərabərdir. Onda 2 litr oksigen reaksiyaya daxil olub, 4 litr də dəm qazı reaksiyaya daxil olub. Normalda bizdə 6 litr dəm qazı yox idi. Onda 2 litr dəm qazı artıq qalacaq. Çünki 4 mol reaksiyaya daxil olur. 3 litr oksigenden də 2 litr reaksiyaya daxil olur. 1 litr də oksigen qazı artıq qalacaq. SO1, deməli CO1, oksigen də CO2, oksigen də 1. Cavab da oldu A variantı. Keçirik 17-ci suala. Uşaqlar, bayaq bu tipdə suallar həll elədi. Gəlin 17-ci sualı da həll eləyək. Metal karbonatın parçalanması nəticəsində 10 qramının termiki olaraq parçalanmasından 2,24 litr, 2,24 litr 0,1 moldur uşaqlar. Karbon qazı alınmışsa, metalın nisbi atom kütləsini müəyyən edin. Uşaqlar, gəlin ilk öncə metal karbonatı parçalayaq. Metalın öz oksidi alınacaq, bir də karbon qazı. Uşaqlar, siz deyəcəksiniz ki, mənim hardan bildiniz metal 2 valentlidir, metal O şəklində yazdı oksidini. Uşaqlar, karbonat turşu qalığının valentliyi 2-dir. Ona görə metalın valentliyi də 2 olub ki, indeksdə heç bir ədəd yoxdur. 10 qramı termiki olaraq parçalandıqda 0,1 mol karbon qazı əmələ gəlirsə, normalda 1 molu, yəni metal üzərinə gəlinsin 12, o da 48, 60 qramı, 1 molunun kütləsi bu qədərdir, nisbi molekul kütləsinə bərabərdir. Parçalandıqda 1 mol karbon qazı əmələ gəlir. İndi gəlin hesablamamızı aparaq. 0,1-də vergül birdən sağa gətiririz. Onun qarşısına yanına bir 0 yazırıq. Metal üzərinə gəlinsin 60 bərabərdir 100. Metal da bərabərdir 40 qram. Metalın nisbi atom kütləsi də oldu 40 qram. Cavab da oldu B variantı. Keçirik 18-ci suala. 18. 2 valentli metal karbonatın, tutaq ki 2 valentli metalı götürürük X. Karbonatı bu şəkildə yazılır. Çünki karbonat qalığı, turşu qalığı da özü 2 valentlidir. Duzunun 9,85 qramının termiki olaraq parçalanmasından parçalayaq. X oksid üzərinə gəlinsin karbon qazı. 1,12 litr, yəni 0,12
%5, 0,5 mol karbon qazı əmələ gəlirsə, metalın nisbi atom kütləsini istəyir. X üzərinə gəlinsin 60. Normalda isə 1 mol karbon qazı alınır. Bayaqki sualdan eyni şəkildə tənasüb qoyuruq. Vergülü 2-dən sağa atırıq hər iki tərəfdə. 5-ə ixtisar getdi. 1, 48, 9 dəfə, 35-də 7 dəfə. X üzərinə gəlinsin 60 bərabərdir 197, X də bərabərdir 137 qram. Metal nisbi atom kütləsi oldu 137 qram. Cavab oldu D variantı. Keçirik 19-cu suala. 19. Metal karbonatını yenə parçalayırıq. Gəlin parçalayaq. Metal karbonatın parçalanması nəticəsində metal oksid, bir də karbon qazı alınır. 78,8 qram metal karbonat parçalandıqda 61,2 qram metal oksidi əmələ gəlmişsə, uşaqlar 61,2 ilə biz hesablasaq məsələ çox uzun gedər. Yəni gəlin məsələni sadə hala çevirək. 78,8-dən çıxaq 61,2-ni, qalır 17,6 qram. 17,6 qram da onda karbon qazı alınmışdır. Biz nə demişdik? Maddə kütləsinin saxlanılması qanunu. Reaksiyaya daxil olan maddələrin kütlələri cəmi reaksiya nəticəsində alınan maddələrin kütlələri cəminə bərabərdir. Yəni karbon qazı ilə metal oksidin kütləsi elə 78,8-ə bərabərdir. Onda 17,6 qram karbon qazı neçə moldur? 1 mol karbon qazı uşaqlar 44 qram idisə, 17,6 qram karbon qazı x moldur. 44-ə ixtisar gedir 0,4 dəfə. 0,4 dəfə ixtisar gedir. Deməli, x də bərabərdir 0,4 mol. Deməli, 78,8 qram metal karbonat parçalandıqda 0,4 mol karbon qazı əmələ gəlir. Niyə mola çevirdim? Hesablamaq asan da olsun uşaqlar. Normalda isə uşaqlar 1 mol, yəni metal üzərinə gəlinsin 60 qram metal karbonat parçalandıqda 1 mol karbon qazı əmələ gəlir. İxtisarlarımızı aparaq. Vergül birdən sağa gedir. 4-ə ixtisar gedir. 10, 38 4-ə 9 dəfə, 36, 28 də 7 dəfə. Metal üzərinə gəlinsin 60 bərabərdir 197, metal da bərabərdir 137 qram. Uşaqlar, indi gəlin məsələnin davamını oxuyaq. Bu zaman ayrılan qazın həcmini müəyyən edin. Yalnız ayrılan qazın həcmini istəyir, yəni boşu-boşuna metalın nisbi atom kütləsini də tapmış olduq. 17,6 qram qaz ayrılmırdı, yəni 0,4 mol. 0,4 molun litrini istəyir sadəcə. Yəni imtahana gedəndə məsələni axıra qədər oxuyun, yoxsa belə bütün veriləri tapmaq məcburiyyətində qalarsınız. 0,4-ü vururuq 22,4-ə. 0,4 uşaqlar 14 vurulsun 22,4 şəklində yazırıq. 89,6 litr bölünsün 10, 8,96. Cavab da oldu C variantı. Yəni boşu-boşuna bu nisbi atom kütləsini də tapmış olduq. Keçirik 20-ci suala. 10 qram üzvü maddə yandırıldıqda 11,2 litr karbon qazı alınmışsa, bu maddədə karbonun kütlə payını hesablayın. Uşaqlar, üzvü maddə karbon, hidrogendən də ibarət ola bilər. Karbon, hidrogen və oksigenden də ibarət ola bilər. X, Y, Z. Tutaq ki, bu üzvü maddəni yandıraq oksigəndə. Bütün baxın karbon, hidrogen, oksigenden əmələ gələn üzvü maddələr yandıqda karbon qazı, bir də su əmələ gəlir. Bizdən yalnız karbonun kütlə payını istədiyinə görə karbonla işləyəcək. İstər bunu yandırın, istərsə də digərini. Yenə karbon qazı və su əmələ gələcək. Mən ikisi üçün də hesablamanı apardıqda yalnız karbon üçün hesablama apardığıma görə, yəni bir dəyişiklik fərq eləməyəcək mənim üçün. Yəni x dənə karbon atomu başlanğıcda var isə, onda x molda karbon qazı alınacaq. Yenə x mol karbon qazı alınacaq. Bunu müəyyən elədi. Deyir ki, 11,2 litr karbon qazı alınır. 11,2 litr 0,5 mol. Yəni x-i yerinə yazırıq 0,5 mol karbon qazı. 0,5 mol karbon qazında olan karbonun kütləsi nə qədərdir? 1 mol karbon qazında uşaqlar 12 qram karbon vardır. 12 qram karbon vardır. Onda 0,5 mol karbon qazında neçə qram karbon olacaq? 6 qram karbon olacaq. Bu qədər uşaqlar. Davam edirik. Deyir ki, birləşmədə karbonun kütlə payı uşaqlar
Maddə kütləsinin saxlanması qanunu reaksiya daxil olan maddələrin kütlələri cəmi reaksiya nəticəsində alınan maddələrin kütlələri cəminə bərabərdir. Baxın uşaqlar, əgər reaksiyaya 6 qram karbon daxil olubsa, 6 qram da karbon alınıb. Baxın, reaksiya nəticəsində müəyyən elədik ki, 6 qram karbon alınıb. 6 qram karbon elə 6 qram karbondan alınır da uşaqlar. 3 qram karbondan 6 qram karbon alınması deyil ki, biz molları bərabər eləmişik axı. Ona görə deməli başlanğıc üzvü maddədə də istər CXHY olsun, istər CXHY OZ olsun. Hər ikisində 6 qram karbon atomu var. 10 qram da ümumi üzvü maddənin kütləsi idisə, karbonun kütlə payını istəyir bizdən. Ümumilikdə üzvü maddənin kütləsi 10 qramdır. İstənilən üzvü maddədə karbonun kütləsi 6 qramdır. İstənilən dediyim bu ikisini nəzərdə tuturam. Vurulsun 100. 60%. Yəni üzvü maddənin hansı olduğunu bilməyimizə heç ehtiyac qalmaz. Çünki yalnız karbon üzərində işlədi. Cavab da oldu A variantı. Keçirik 21-ci suala. 80 litr Y və 20 litr X qazları qarışdırılır. 80 litr Y və 20 litr X. Bu qazlar aşağıdakı kimi reaksiyaya daxil olur. Hansı aşağıdakı kimi? Yəni yuxarıda. Evet, burada. Deyir ki 80 litr nə demişdi? 80 litr Y, 80 litr Y və 20 litr X qazları da reaksiyaya daxil olur. 20 litr də X reaksiyaya daxil olur. Normalda qazların reaksiyaya daxil olması aşağıdakı şəkildədir. Düzdür uşaqlar? X üzərinə gəlinsin, necəni sualı yazırıq? 21-ci sualı. X üzərinə gəlinsin 3 mol Y, hər ikisi qaz halında litrlə hesablaya bilirik. Mol nisbəti litr nisbətinə bərabərdir qaz halında olan maddələrdə. Deməli, bunların başlanğıc maddə 20 litr X verilib bizə, 80 litr də Y verilib. Normalda 1 mol X ilə 3 mol Y reaksiyaya daxil olurdusa, 20 litr X ilə isə 60 litr Y reaksiyaya daxil olacaq. Onda 20 litr Y-də, Y maddəsi də artıq qalacaq. İndi gəlin, hansı doğru deyil onu istəyir. Uşaqlar, 20 litr X reaksiyaya daxil olursa, avtomatik olaraq 40 litrdə Z maddəsi alınır. Mol nisbəti kimi düşünün. 1 mola 2 mol, 20 litrə 40 litr. 40 litr Z əmələ gəlir, doğrudur. 20 litr X reaksiyaya daxil olur, doğrudur. 20 litr Y artıq qalır, doğrudur. Ümumilikdə 80 litr qaz reaksiyaya daxil olur. Bəli, 20 litr X və 60 litr Y reaksiyaya daxil olur. Ümumilikdə 80 litr maddə reaksiyaya daxil oldu, qaz. 20 litr Y reaksiyaya daxil olur. Xeyr uşaqlar, 60 litr Y reaksiyaya daxil olur. Ona görə də Y variantı yanlışdır. Cavab oldu Y variantı. 22-ci sual. Eyni tipdə sual da elə verilir. Eynidir. Bizdən bu səfər yenə doğru deyil variantını istəyir. Reaksiyada eynidir uşaqlar. Gəlin indi baxaq. Y tamamilə reaksiyaya daxil olur. Xeyr, 20 litr artıq qalır. Cavab oldu A variantı. 60 litr Y reaksiyaya daxil olur. Doğrudur. 20 litr artıq qalır. Doğrudur. Ümumilikdə doğrudur. 40 litr isə doğrudur. Keçir 23-cü suala. 23. Bir həcm X, bir həcm uşaqlar 1 mol kimi düşünün. 1 mol XM üzərinə gəlinsin 3 mol, yəni 3 həcm YN qazları tamamilə reaksiyaya daxil olaraq 2 həcm, yəni 2 mol X, Y, 3 qazı əmələ gətirir. MV-nin müəyyən edilir. Uşaqlar, sağ tərəfdə neçə dənə X, neçə dənə Y varsa, sol tərəfdə də o qədər X və o qədər Y olur. Onda 2 bərabərdir M. 3n bərabərdir 6, n də bərabərdir 2. M-i tapdıq 3, n də tapdıq 2. M-i tapdıq 2, n də tapdıq 2. 2, 2 cavab oldu D variantı. Keçirik 24-cü suala. Eyni tipdə sualdır uşaqlar. 2 həcm XM, yəni 2 mol. Üzərinə gəlinsin 6 həcm YN qazı. Hər ikisi qazdır deyə həcm mola bərabərdir. Daxil olaraq reaksiya 4 həcm XY 3 əmələ gətirir. MV-nin müəyyən eləyin. 2M bərabərdir 4, M bərabərdir 2, 6N bərabərdir 12, M bərabərdir 2. Hər ikisi 2-dir. Cavab da oldu B variantı. Keçir 25-ci suala. 25.
XY3 qaz temperaturda parçalanır. 0,5 mol X qazı 1,5 mol Y qazı əmələ gəlir. Qapalı qabda 1 mol XY3 qazı yuxarıdakı tənlik üzrə parçalanır. XY3-ün 10% tamamilə parçalandığı anda, uşaqlar 10% parçalanır. Tutaq ki, yəni tutaq ki 1 mol götürməmişdik, yuxarıda 1 mol. 10% neçədir? 1-in 10% neçədir? Uşaqlar bölünsün 100. 0,1 mol. Deməli XY3-ün 0,1 molu parçalananda avtomatik olaraq 0,5 mol X2 əmələ gələcək. 0,15 mol da Y2 əmələ gələcək. İndi gəlin bir-bir variantları oxuyaq. Deyir ki, hansı doğrudur? 0,9 mol XY3 parçalanmamışdır. Doğrudur, parçalanmayıb. 0,1 molu parçalanıb, 1 mol götürmüşük. 10% parçalandığına görə 0,9 mol da parçalanmayıb. Yəni 90% parçalanmayıb. Cavab A variantıdır. Yenə də digər variantları da oxuyaq. Qabdakı təzyiq azalmışdır. Uşaqlar, qabda 0,1 mol qaz var idi. Sonra 0,5 mol X qazı, 0,15 mol da Y qazı. Ümumilikdə 0,2 mol qaz əmələ gəldi. Həcm artırsa təzyiq də artır deməkdir. Azalmır, artır. Təzyiq dəyişməmişdir. Xeyr, təzyiq artmışdır. Qabdakı qaz qarışığının mol miqdarı dəyişməmişdir. 0,1 mol qaz var idi. Daha sonra 0,2 mol qaz əmələ gəldi. Ümumilikdə dəyişib. 0,2 mol X2 əmələ gəlmişdir. 0,1 mol X2 əmələ gəlmişdir. Xeyr, 0,5 mol X2 əmələ gəlib. Y variantı da yanlışdır. Uşaqlar, təzyiqlə həcm bir-biri ilə deməli, həcm əgər artırsa, təzyiq də artır deməkdir. Yəni 0,1 mol qazımız var idi, 0,2 mol ümumi qaz oldusa, deməli təzyiq artır. Uşaqlar, qapalı qab deyil. Gəlin bunun üstə qapalı qabdır. Tutaq ki, qazın həcmi 1 mol qazımız var. 1 mol qaz. Daha sonra qazın normal şəraitdə divarlara təzyiq eləyirlər. 1 mol qaz divarlara bu şəkildə təzyiq eləyir. Düz el, P, təzyiq eləyir. Daha sonra qazın biz mol miqdarını artırırıq. Reaksiyadan parçalanır, mol miqdarı artırır. Qazlar həddindən artıq artdıqca divarlara olan təzyiqlər də getdikcə artmağa başlayır. Yəni qazın həcmi artanda təzyiqi də artır. Keçirik 26-cı sualı. Eyni tipdə sualdır. Bu səfər deyir ki, 20% parçalanır. 20% 0,2 moldur. 5 dəfə az, yəni 0,1 mol X2 əmələ gələcək. 0,3 molda, yəni 5 dəfə az da Y2 əmələ gələcək. İndi doğru variantları istəyir. 0,2 mol X2 əmələ gəlmişdir. Xeyr, 0,1 mol. Qabdakı təzyiq azalmışdır. Gəlin baxaq, 0,2 mol qaz idi. Daha sonra olur 0,4 mol. Təzyiq 2 dəfə artır uşaqlar. Təzyiq dəyişməmişdir də yanlışdır. Qabdakı qaz qarışığının mol miqdarı dəyişməmişdir. Xeyr, qaz qarışığı 0,2 mol idi qaz. Daha sonra qaz qarışığı əmələ gəlir 0,4 mol, yəni mol miqdarı dəyişir. 0,6 mol XY3 parçalanmamışdır, doğrudur. 1 mol XY3'ümüz var idi, 0,2 molu parçalanırsa 0,8 mol da parçalanmır. Bu variant doğrudur. 27-ci sual. 2 mol XY2 üzərinə gəlsin Y2 bərabərdir 2 mol XY3 qaz halındadır maddələr. Eyni həcmdə götürülmüş XY2 və Y2 qazları arasında reaksiyadan maddələrdən biri tam sərf olunur. Uşaqlar, mən demişdim ki, əgər maddələrdən biri tam sərf olunur sözü görürsünüzsə, onda birbaşa hansı maddənin mol miqdarı daha çoxdursa, həmin maddənin molunu götürürsünüz hər iki maddə üçün. XY2 2 moldur. 2 mol XY2 ilə normalda 1 mol Y2 reaksiya daxil. Onda hər ikisini 2 mol götürürük. 2 mol XY2 qazı götürürük, 2 mol da Y2. Avtomatik olaraq 1 mol da Y2 artıq qalacaq. Y2 artıq. Davam edirik. Reaksiyadan sonra qabda olan maddələrin mol miqdarı hansı halda doğrudur? Uşaqlar, XY2-nin hamısı 2 molda reaksiyaya daxil olacaq. Əlbəttə, siz bunu istənilən nisbətdə götürə bilərsiniz. Uşaqlar, götürərsiniz 3 mola 4 mol, 5 mola, 3 mola 4 mol yox, 3 mola 3 mol, 4 mola 4 mol, 5 mola 5 mol. Yəni, onsuz da biri tam sərf olunursa, bu XY2 olacaq. Çünki mol miqdarı daha çoxdur. Digəri isə mütləq artıq qalacaq Y2. Yəni, XY2 sərf olunursa, qabda daha sonra XY2-nin qalması mümkün deyil. Yəni, ona görə də XY2 olan variantları başdan atırıq. XY2 olan variantları. Cavab ya C'dir ya da B'dir. İndi uşaqlar 1 mol Y2 artıq qalıb. 2-nin 2-yə nisbətində götürmüş. Əgər 2 mol XY2 reaksiyaya daxil olursa, avtomatik olaraq 2 mol da XY3 alınır. Yəni 2 mol, deməli reaksiyadan sonra qabda 2 mol XY3 qalacaq. Bir də 1 mol Y2 alınacaq. Onda belə çıxır ki, XY2-nin molu Y2-nin molundan daha böyükdür. Cavab da oldu B variantı.
Keçirik 28-ci suala. Eyni tipdə sualdır, eyni şəkildə də həll olunur. Reaksiyada maddələrdən biri tam sərf olunur. Gəlin hər ikisini 3 mol götürək. 3 mol götürsək 2 mol x2 artıq qalacaq. 3 mol əgər y2 reaksiyaya daxil olursa, avtomatik olaraq 3 molda baxın 3 mol y2 reaksiya daxil olur. Reaksiya tənliyindən görürük ki, 3 mol y2 reaksiya daxil olanda 2 mol xy3 alınır. Yəni reaksiyadan sonra qabda 2 mol xy3 qalacaq. Deməli 2 mol x2 artıq qalır. 2 mol da xy3 reaksiyaya daxil olur. 2-nin 2-yə, onda x cavab da oldu A variantı. Gördünüz uşaqlar? Eyni nisbət. Keçirik 29-cu suala. 3 valentli metalın xlor ilə H-xlor ilə reaksiyasını yazaq. X 3 valentli metaldır uşaqlar. H-xlorla gəlin reaksiyasını yazaq. Reaksiya nəticəsində alınacaq X xlor 3 valentli olduğuna görə xlor da birləşmələrdə 1 valentlik göstərir əksər birləşmələrdə. Üzərindən gəlinsin hidrogen, yəni H2. 10-cu sual nədir? 29-cu sual. Davam edirik. Reaksiya tənliyini gəlin əmsallaşdıraq. 2 mol, 6 mol, 2 mol, 3 mol. Reaksiya tənliyini əmsallaşdırdıq. Davam edirik. 10,8 qram 3 valentli metalın H-xlor ilə reaksiyasından X xlor 3 dozu və 13,44 litr hidrogen. 13,44 litr. 13,44 litr uşaqlar 0,6 mol eləyir. Çünki 1 mola 22,4-dürsə, 6 mola 134,4-dürsə, 0,6 mol vergülü birdən sola çəkirik. Davam edirik. Hidrogen metalın nisbi atom kütləsini hesablayın uşaqlar. 2 mol. Uşaqlar 2x yəni qram metal reaksiyaya daxil olduqda 2 mol. 3 vurulsun 22,4 litr hidrogen reaksiya nəticəsində alınır. İndi gəlin buradan x-i müəyyən eləyək. X avtomatik olaraq metalın nisbi atom kütləsidir. 22,4-ə ixtisar getdi 0,6 dəfə, 3-ə ixtisar getdi 0,2 dəfə. 2x bərabərdir. 0,2-lər vergül 1 sağa getdi. 10,8-dən 2-yə ixtisar getdi. 54 dəfə. 54. X də bərabərdir. 27 qram. Cavab da oldu C variantı. Keçirik 30-cu suala. Eyni kütlədə götürülmüş dəm qazı və oksigen qazının reaksiyaya girdikdə qazlardan birindən 12 qram artıq qalır. Gəlin ilk öncə reaksiyanı yazaq. 30-cu sual. Eyni kütlədə götürülmüş dəm qazı ilk öncə gəlin karbon qazının reaksiyasını yazaq. Karbon dioksid alınır. 2 mol 2 mol. Reaksiya tənliyini əmsallaşdırdıq. Normalda uşaqlar 2 vurulsun 28, 56. 56 qram karbon monoksid, 32 qram oksigenlə reaksiyaya daxil olur. Bizə deyir ki, eyni kütlədə götürülüb. Gəlin hər ikisini 56 qram götürək. Demişdim ki, kütləsi ən böyük olan götürün. İlk nisbət bu şəkildə olsun. Daha sonra məsələn hər ikisinin kütləsini 28-də götürə bilərsiniz. Hesablamaq rahat olsun deyə bölünə bilən ədədlər götürürük. Ən böyük kütləsi 56-dırsa, gəlin hər ikisini 56 qram götürək. 56 qram dəm qazı tamamilə reaksiyaya daxil olub karbon qazını əmələ gətirəcək. Əgər biz 56 qram oksigen götürsək, 56 çıxılsın 32 bərabərdir 24. 24 qram oksigen artıq qalacaq. Əgər biz 56 qram dəm qazı götürsəydik. Davam edirik. Hər iki qazdan 56 qram götürsəydi, hansı ifadələr doğrudur? Uşaqlar, bizə deyir ki, 12 qram artıq qalır oksigen. 24 qram, baxın, oksigen artıq qalması üçün biz 56 qram dəm qazı götürmüşdük. Deməli, 12 qram oksigenin artıq qalması üçün artıq neçə qram dəm qazı götürməliyik? Bilmirik. X qram dəm qazı götürmüşük. X də bərabərdir. 2-yə ixtisar aparırıq 2 dəfə 28 qram. Deməli, biz 28 qram dəm qazı götürmüşük. 28 qram dəm qazı deyir ki, kütlələri eyni kütlədə götürmüşük. Onda 28 qram da oksigen götürürük. 28 qram dəm qazı oksigenlə reaksiyaya daxil olacaq. 12 qram oksigen artıq qalacaq. 28 qram dəm qazı deməli neçə qram oksigenlə reaksiyaya daxil olar? Gəlin indi onu yazaq. 28 qram dəm qazı avtomatik olaraq yarısı qədər, yəni 16 qram oksigenlə reaksiyaya daxil olar, 12 qram da oksigen artıq qalar. İndi davam edirik. Artıq qalan dəm qazı da xeyr, artıq qalan oksigen qazı da 12 qram. 1 mol karbon qazı əmələ gəlir. Uşaqlar,
biz 1 mol 2 mol dəm qazı reaksiyaya daxil olanda 2 mol karbon qazı əmələ gəlirdi. Yəni 56 qram. 28 qram dəm qazı 1 mol deyil uşaqlar. 1 mol dəm qazı da reaksiyaya daxil olanda nisbətə uyğun olaraq elə 1 mol da karbon qazı əmələ gəlir. Ona görə 2 doğrudur. Oksigenin başlanğıc kütləsi 28 qramdır. Doğrudur. Başlanğıc kütləsi 28 qramdır. 16 qram reaksiyaya daxil olur. 12 qramı da artıq qalır. Cavab da oldu 2, 3. Yəni C variantı. Davam edirik. Neçənci sualdan? 31-ci sualdan eyni tipdə sualdır. Doğru deyilləri istəyir. Artıq qalan maddə oksigendir. Doğrudur, oksigendir. 0,5 mol karbon qazı. Xeyr, 1 mol karbon qazı əmələ gəlir. Bayaq izah elədim. 2 doğru deyil. Oksigenin başlanğıc kütləsi 28 qramdır. Doğrudur. Yalnız 2. Cavab da oldu C variantı. Keçirik 32-ci suala. 28 qram S4H8 yanarkən ilk öncə gəlin 32-də S4H8-i yandıraq. S4H8 oksigenlə reaksiyada bildik ki, karbohidrogenlər yanma reaksiyası oksigenin iştirakı ilə gedir temperatur şəraitində. CO2 karbon qazı bir də su əmələ gəlir uşaqlar. İstənilən karbohidrogen yandıqda. Gəlin reaksiya tənliyini əmsallaşdıraq. 4 mol avtomatik olaraq 4 mol. Oksigenlərin sayı da 8, o da 4, 12, 6 mol. Reaksiya tənliyini əmsallaşdırdıq. İndi gəlin verilirə baxaq. 28 qram deyir ki, S4H8 yanır. Normalda uşaqlar 1 mol, yəni 56 qram S4H8 yananda 56 qram S4H8 neçə moldur? 1 moldur. 28 qram S4H8 neçə mol olacaq? 0,5 mol. Deməli 0,5 mol S4H8 yanır. 0,5 mol S4H8 yananda 1 mol S4H8 yanında 6 mol oksigen əmələ gəlirdisə, 3 mol oksigen əmələ gələcək. Avtomatik olaraq 2 mol karbon qazı əmələ gələcək. 2 mol da su əmələ gələcək. Maddələrin mol miqdarını tapdıq. Bizə deyir ki, neçə mol karbon qazı əmələ gəlir? 2 mol karbon qazı əmələ gəlir. Birinci qrafik doğrudur. H2O-nun kütləsi reaksiya nəticəsində 36 qram su əmələ gəlir. 36 qram su ilə uşaqlar 2 moldur. Ona görə 2 də doğrudur. Davam edirik 3-cü qrafikə baxmağa. 44,8 litr oksigen həcmi, yəni oksigen sərf olunur. Uşaqlar, biz neçə mol oksigen sərf olunurdu? Gəlin aşağıya baxaq. 3 mol oksigen sərf olunurdu. 3 mol oksigen neçə litrdir? 67,2 litrdir. Ona görə də cavab oldu 3 yanlışdır. 1, 2 cavab oldu Y variantı. Keçirik 22-ci sual, 33-cü suala. Eyni tipdə sualdır uşaqlar. Gəlin ilk öncə C3H8-i bir yandıraq. Üzərinə gəlinsin oksigen. Reaksiya nəticəsində alınacaq karbon qazı, bir də su. Reaksiya tənliyini əmsallaşdıraq ki, məsələ düz olsun. 3 mol karbon qazı alınır. Karbonların sayı bərabərləşdi. Daha sonra hidrogenlərin sayı 4 mol hidrogen. İndi oksigenlərin sayını bərabərləşdirərək 6, o da 4, 10, 5 mol da oksigen qazı reaksiyaya daxil olur. Uşaqlar, normalda C3H8-in əməli nə qədərdir? 44 qram. 44 qramı reaksiyaya daxil olanda 5 mol oksigen, 3 mol karbon qazı, 4 mol da su əmələ gəlirdi. 22 qram deyir C3H8 yanır, yəni 0,5 mol. 0,5 mol C3H8 yananda 2,5 mol oksigen qazı, 1,5 mol karbon qazı, 2 mol da H2O əmələ gələcək. Davam edirik, indi qrafiklərə baxırıq. Qrafiklərdən hansı doğrudur? 3 mol CO2 əmələ gəlir yazır. 3 mol CO2 yox, 1,5 mol CO2 əmələ gəlir. 2 yanlışdır. Suyun kütləsi 36 qramdır, doğrudur. 2 mol su əmələ gəlir. 2 mol suyun kütləsi 36 qramdır. Çünki 1 mol su 18 qramdır. Sərf olunan oksigenin həcmi 56 litrdir. Uşaqlar, 2,5 mol bərabərdir 56 litrə. Bu da doğrudur. Çünki 1 mol 22,4 litrdirsə, 2,5 mol da 56 litrdir. 3 də doğrudur. Cavab oldu 2, 3, yəni Y variantı. Keçirik 34-cü suala. 1 mol X2 bəsit maddəsi ilə 3 mol hidrogen birləşərək 2 mol Y əmələ gətirir. 34-cü sual. 1 mol X2 üzərinə gəlinsin 3 mol hidrogen reaksiyaya daxil olur və 2 mol Y əmələ gətirir. Bu birincidir. Daha sonra gəlin ikincini yazırıq. İkincini də buradan yazaq. 2 mol Y özü də 1,5 mol oksigenlə reaksiyaya daxil olduqda azot qazı, bir də 3 mol Z əmələ gətirir. Bizə deyir ki, Y və Z-in formulunu müəyyən edin. Uşaqlar, H2O2-nin alınması üçün Y
Deyə bura diqqət. 1, bu da ikincidir. İndi diqqətlə qrafikə baxanda yazır ki 1 mol, ilk öncə gəlin Y tutaq ki H2O2-dir. H2O2 necə alınır uşaqlar? H2O-nun oksigenlə reaksiyası nəticəsində hidrogen peroksidi alınır. Hidrogen peroksidini indi gəlin əmsallaşdıraq. 2 mol, 2 mol, oksigenlərin sayı da bərabərləşdir. 2 mol maddə ilə 1 mol oksigen reaksiyaya daxil oldu. Burada hidrogeni görürsüz alınma reaksiyasında. Xeyr. Deməli H2O2 olan variantlar doğru deyil. Uşaqlar, biz elə reaksiyaya baxan kimi görürük ki, 1-in 3-ə nisbətində reaksiya baş verib. Yəni cavab NH3 olacaq. Ya dedi, ya ne? Niyə? Çünki NH3-ün alınma reaksiyasını yazırıq. N2 üzərinə gəlinsin H2, NH3. Çünki burada 3 mol görürsünüz uşaqlar. Burada NH2H4-də 3 mol, yəni 3-ə bölünən bir nisbət yoxdur. Amma NH3-də 3 var, görürsünüz uşaqlar. Bu şəkildə də məntiq yürüdərək tapa bilərik. Bu sual ancaq məntiqə də reaksiyaları bilməyinizə əsaslanır. 1 mol N2 ilə baxın 3 mol hidrogen reaksiyası daxil olur, 2 mol da NH3 alınır. Deməli Y maddəsi oldu NH3. Ya dedi, ya Y. İndi gəlirik. Bizə deyir ki 2 mol Y, yəni 2 mol NH3 reaksiyaya daxil olacaq. 1,5 mol oksigenlə reaksiya nəticəsində alınacaq azot, bir də 3 mol Z. Uşaqlar, verilirdən biz artıq Z-in hansı maddə olduğunu müəyyən edə bilərik. Yəni ilk öncə şeyləri sayaq. Verilən deməli atomların sayını sayaq. Sol tərəfdə 2 dənə azot atomu var, sağ tərəfdə də 2 dənə azot atomu var. Deməli Z-in tərkibində azot atomu ola bilməz. Sol tərəfdə deməli 6 dənə hidrogen atomu var, sağ tərəfdə hidrogen atomu baxın N2 bir də Z. Deməli 6 dənə hidrogen atomunun hamısı Z-in tərkibindədir. 3 mol Z dediyinə görə Z-in tərkibində 2 dənə hidrogen atomu var. 3 molu 6 eləyir. Z-in tərkibində hidrogen atomu var, gəlin oksigen atomlarını sayaq. Sol tərəfdə 3 mol oksigen atomu var. Atomdan danışıram, uşaqlar, molekulda danışmıram. Sağ tərəfdə baxın uşaqlar, Z-in tərkibi də 3 moldur. Yəni bir dənə oksigen atomu var idi ki, 3 molu da baxın 3 mol H2O 6 dənə hidrogen atomu var, 3 dənə də oksigen atomu var. Gördünüz uşaqlar, deməli Z-in formulu da H2O şəklindədir. Cavab da oldu Y variantı. Keçirik 35-ci suala. Uşaqlar, eyni tipdə sualdır. Sadəcə məsələdə biraz dəyişikliklər var. Gəlin indi məsələnin həllini yazaq. 35-ci sual. Birinci, deməli 1 mol X bəsit maddəsi ilə bəsit maddədir X. Üzərinə gəlinsin hidrogen birləşərək 1 mol Y əmələ gətirir. 1-in 1-ə nisbətdir uşaqlar. İkinci reaksiya deyir 2 mol Y 1 mol oksigenlə reaksiyaya daxil olaraq 2 mol kükürt əmələ gətirir, bir də 2 mol Z maddəsi əmələ gətirir. İlk öncə gəlin X-i müəyyən eləyək. Uşaqlar, Y müəyyən eləyir üstdən. Bizə deyir ki, Y və Z-i müəyyən eləyir. Y-in SO2 olması üçün SO2 necə alınır? Kürdün üzərinə oksigen gəlir, SO2 alırıq. Siz burada birinci reaksiyaya baxın, X-in üzərinə H2 gəlib. Yəni kükürdün üzərinə H2 gələndə H2S alacağam. SO2 ala bilmərəm. Yəni burada oksigenə aid bir element yoxdur. Ona görə SO2Y SO2 ola bilməz. Bu variantı başdan atırıq. Bizə deyir ki, H2O-nun alınma reaksiyası 2 mol hidrogen reaksiyaya daxil olur. 1 mol oksigenlə reaksiya nəticəsində H2O alınır, özü 2 mol. Mol nisbətindən görürük ki, birinci reaksiya H2O-nun alınma reaksiyası da ola bilməz. Çünki 2 mol hidrogen reaksiyaya daxil olmalıdır H2O-nun alınması üçün. Amma burada 1 mol hidrogen reaksiyaya daxil olur. Ona görə də deməli Y maddəsi H2O da ola bilməz. Deməli Y maddəsi H2S-dir. H2S-in alınması reaksiyası H2-nin üzərinə gələrək kükürt, H2S alınır. Hamısı birin 1-ə nisbətindədir. Deməli X maddəsi oldu kükürt, Y maddəsi oldu H2S. Y-i müəyyən elədi. İndi gəlin Y-i yuxarıdakı tənlikdə yerinə qoyaq. İkinci tənlikdə daha doğrusu yerinə qoyaq. 2 mol H2S üzərinə gəlinsin oksigen. Reaksiya nəticəsində 2 mol kükürt, üzərinə gəlinsin 2 mol Z. Bayaqki kimi gəlin Z maddəsinin formulunu müəyyən edək, atomları sayaraq. 4 dənə solda 4 dənə hidrogen atomumuz var. Sağda hidrogen atomu yoxdur. Onda Z-in tərkibində 2 dənə hidrogen atomu var. Çünki 2 mol Z götürmüşük. 4 dənə hidrogen atomu elədi. 2 mol, baxın. 4 dənə hidrogen atomu elədi. Yəni molda yazaq. İndi sol tərəfdə 2 dənə kükürt atomu var, sağ tərəfdə də 2 dənə kükürt atomu var. Deməli Z maddəsinin tərkibində kükürt yoxdur.
Sol tərəfdə baxın 2 dənə hidroksigen, 2 dənə oksigen atomu var. Sağ tərəfdə 2 mol Z var. Deməli oksigen atomu Z-in tərkibində oksigen atomu var, özü də 1 dənə oksigen atomu. Deməli Z molekulunun tərkibində 4 dənə hidrogen atomu oldu, 2 dənə də oksigen atomu oldu. Z molekulunun formulu H2O şəklindədir. Cavab da oldu C variantı. Keçdik 36-cı suala. Maddələri bizə verib C4H2, CYH12 hər ikisindən 1 mol götürülüb. 9 mol karbon qazı, 10 mol da su əmələ gəlir. Uşaqlar, karbon qazı 9 moldursa, yəni 9 mol sağ tərəfdə karbon qazı varsa, onda sol tərəfdə də 9 dənə karbon atomu var deməkdir. Yəni bir də uzun-uzadı reaksiyalar yazmağa ehtiyac yoxdur. Sadə bir şəkildə də bu məsələni həll edə bilərik. 36-cı sual. Sağ tərəfdə 9 dənə karbon atomu var. 9 bərabərdir. Sol tərəfdə də bizə deyir ki, baxın, 1 mol əgər C4H2 götürsə, 1 mol C4H2-də 4 dənə karbon atomu var. 1 mol CYH12-də də Y dənə karbon atomu var. Onda Y də bərabərdir 5. Cavab ya A, C və Y variantlarını atırıq. Keçirik digərinə baxmağa. Uşaqlar, sol tərəfdə 1 mol əgər C4H2 götürsə, X dənə hidrogen, 12 dənə də hidrogen CYH12-də var. Bərabərdir ümumilikdə hidrogen atomlarının sayı, H2O-nun mol sayı 10 moldursa, 2 dənə də 1 mol baxın 1 mol H2-də 2 dənə də hidrogen atomu olduğuna görə ümumilikdə 20 dənə hidrogen atomu olur. 10 mol H2O-da 20 dənə hidrogen atomu var. X də bərabərdir 8. 20-dən 12 çıxırıq 8. X 8, Y də 5. Cavab oldu D variantı. Eyni tipdə sualı gəlin 37 üçün həll eləyək. İlk öncə karbon atomlarının sayını bərabərləşdirək. X üzərinə gəlinsin 3 bərabərdir 10. Çünki hər ikisindən 1 mol götürülüb. X bərabərdir 7. Cavab ya B'dir ya C. İndi gəlirik H2O-nun miqdarına baxmağa. 8 dənə hidrogen atomu solda. Üzərinə gəlinsin Y bərabərdir 6 dəfə 2, 12. Y də bərabərdir 4. Y də müəyyən elədik 4. Cavab oldu B variantı. Keçirik 38-ci suala. Bizə qapalı qabda reaksiyanı verib. Gəlin reaksiyanı bizdə sol tərəfdə yazaq. 2 mol NO üzərinə gəlinsin oksigen, 2 mol azot dioksid. Bizə deyir ki, reaksiyaya daxil olan maddələrin ilkin mol miqdarı A mol NO reaksiyaya daxil olur, B mol da oksigen reaksiyaya daxil olur. Alınmış qaz qarışığının orta molyar kütləsi də 40 qramdır. NO tam sərf olunarsa. Uşaqlar, biz A mol NO götürmüşük, düz deyil. A mol əgər NO tam sərf olunursa, 0,5 A mol oksigen reaksiyaya daxil olmalıdır. A mol da NO2 əmələ gəlməlidir. Uşaqlar, 2 mola 1 mol reaksiyaya daxil olunurdu. A mol NO tam sərf olunursa, 0,5 A mol da oksigen reaksiyaya daxil olmalıdır. Bizə deyir ki, reaksiyadan sonra qaz qarışığının orta molyar kütləsi 40-dır. Reaksiyadan sonra 0,5 A mol oksigen reaksiyaya daxil olursa, B çıxılsın 0,5 A mol da, uşaqlar, oksigen artıq qalacaq. Artıq. Uşaqlar, NO-nun hamısı sərf olunub. Oksigenin 0,5 mol artıq qalacaq. Daha doğrusu B çıxılsın 0,5 A mol oksigen artıq qalacaq. Və reaksiya nəticəsində də A mol NO2 alınacaq. Onda reaksiyadan sonra qabda A molda NO2 qazı var. Qazların orta molyar kütləsini də verib 40. Yəni M orta bərabərdir 40. İndi gəlin M ortanı hesablayaq. M orta, yəni 40 bərabərdir. Kəsr xətti çəkirik. Reaksiyanın məxrəcinə bilirik ki, mol miqdarı yazılır. A mol NO2 reaksiyaya daxil olun, reaksiya nəticəsində alınmışdı. B minus üzərinə gəlinsin. B minus 0,5 A molda oksigen artıq qalınmışdı. Reaksiya nəticəsində artıq qalan və alınan qazların ümumilikdə qaz qarışığının mol miqdarını yazdıq. İndi sürətdə yazırıq. Deməli, B minus 0,5 A mol 0,5 vurulsun 32 oksigen ümumi kütləsi molunu onun əmərinə vururuq. Üzərinə gəlinsin. NO2-nin nisbi molekul kütləsi nə qədərdir? 30-46. 46 vurulsun A. A molda görürük ki, A molda deməli NO2 reaksiya nəticəsində alınmışdı. O avtomatik olaraq 40 bərabərdir. B üzərinə gəlinsin 0,5 A, 32B çıxılsın 16A və üzərinə gəlinsin 46A. 40 bərabərdir. 40 bərabərdir. Yenidən 40B, uşaqlar, gəlin sürəti məxrəci vuraq 40-a. 40B üzərinə gəlinsin 20A bərabərdir
32B-dir uşaqlar. Bir baxın 32-ni B-yə vurmuşuq. 32B üzərinə gəlinsin 30A. İndi gəlin bərabər 30A. Bir dəqiqə. İndi gəlin bərabərliyi bir də aşağıdan yazaq bu bərabərliyi. 40B'dən 32B çıxdıqda 8B. 8B bərabərdir. 30A'dan da 20A çıxdıqda 10A. Avtomatik olaraq 4B bərabərdir 5A. B də bərabərdir. Bizə nə istəyir? B bölünsün A nisbətini. B də bərabərdir. 1/25A. Bizdən B bölünsün A nisbətini istəyir uşaqlar. 1/25A bölünsün A. A'lar ixtisar getdi. 1/25. Cavab da oldu B variantı. Bu qədər uşaqlar. Biraz qəliz görünə bilər, amma hərflərlə ifadə eləsiz əgər mol miqdarını, orta molyar kütlənin yerinə qoysaq, B və A asıllığını tapacaq. B-nin də A-ya nisbətini asan şəkildə müəyyən eləyə bilərik. 39-cu sual. 2 litr hidrogeni tam yandırmaq üçün neçə litr oksigen sərf olunur? Gəlin ilk öncə hidrogenin yanma reaksiyasını yazırıq. Ümumi reaksiya nəticəsində 2 mol H2O alınır. Bizə normalda uşaqlar 2 mol hidrogen yandıqda neçə mol oksigen sərf olunur? Uşaqlar mol nisbəti həcm nisbəti ilə eynidir. Yəni eyni şəkildə hesablaya bilərsiniz. 1 mol oksigen reaksiyaya daxil olurdusa, 2 litr hidrogen yananda da avtomatik olaraq 1 litr oksigen reaksiyaya daxil olacaq. Cavab oldu 1. Keçirik 40-cı suala. Bayaq bu tipdə çoxlu suallar həll elədik uşaqlar. Bizə nə istəyir? Metalın nisbi atom kütləsini gəlin veriləri yazaq. Metal karbonatın parçalanması nəticəsində gəlin metal karbonatı parçalayaq. Metal, oksid üzərinə gəlinsin karbon qazı. 19,7 qramının termiki parçalanmasından 2,24 litr, yəni 0,1 mol. Litri mola çevirdikdə daha sadə həll eləyə bilir uşaqlar. Karbon qazı alınmışsa, normalda isə metal üzərinə gəlinsin. Yəni 1 molu parçalandıqda 1 molu elə maddənin nisbi molekul kütləsinə bərabər olur. 1 molu parçalandıqda 1 mol karbon qazı alınır. Vergülü bir dənə sağa atırıq. Onda metal üzərinə gəlinsin 60 bərabərdir 197. Metal da bərabərdir 137 qram. Metalın nisbi atom kütləsi də oldu 137 qram. Keçirik 41-ci suala. Deməli 41-ci sual. Deməli 40 mil hidrogen qazı və oksigen qazı, hidrogen qazını oksigen qazının üzərinə əlavə edilir qapalı qabda. Daha sonra 40 milli oksigen qazı artıq qalır, 40 milli hidrogen qazı əlavə eləmişdir. Reaksiya nəticəsində su əmələ gələcək. İlk öncə gəlin reaksiyanı yazaq. Hidrogen üzərinə gəlinsin oksigen, reaksiya nəticəsində alınacaq H2O. 2 mol su əmələ gəlir, 2 mol hidrogen reaksiyaya daxil olduqda. Qabda 40 milli uşaqlar hidrogen qazı var. 40 milli baxın hidrogen qazı əlavə elədik. Nə qədər oksigen qazı olduğunu bilmirik. Normalda uşaqlar 2 mol hidrogen 1 mol oksigenlə reaksiyaya daxil olurdusa, onda 40 milli hidrogen qazı da avtomatik olaraq 20 milli oksigen qazı ilə reaksiyaya daxil olacaq. 40 milli oksigen qazının da artıq qaldığını biliriksə, onda başlanğıcda da 20 üzərinə gəlinsin 40, 60 milli oksigen qazı olmuş. Deməli, başlanğıcda 60 milli oksigen qazı var imiş ki, onun 20 millisi 40 milli hidrogenlə reaksiyaya daxil olur. Deməli, 40 milli oksigen qazı artıq qalıb qabdan ayrılır. Reaksiyanın əvvəlki qaz qarşılığında oksigenin mol payını hesablayın. Omega oksigen qazı bərabərdir. Başlanğıcda qazda baxın 40 milli hidrogen əlavə eləmişdik. Üzərinə gəlinsin 60 milli də oksigen qazı var imiş ki, 40 millisi kənardan çıxıb getdi. Oksigenin həcm payı da başlanğıcda 60 milli idi. 100-ün 100-ə nisbəti getdi. 60%. Deməli, oksigenin həcm payı, mol payı ilə həcm payı da 60% oldu. Keçirik 42-ci suala. Reaksiyanın qrafikinə əsasən 9 mol Y maddəsi alındıqda neçə mol Z maddəsi sərf olunduğunu hesablayın. Gəlin 42-ci sualı yazaq uşaqlar. Reaksiya qrafikinə baxın. Başlanğıc maddələr müəyyən bir ədəddən başlayacaq. Baxın, başlanğıc maddə. Reaksiya məhsulu isə sıfırdan başlayır. Niyə? Çünki başlanğıcda reaksiya məhsulu yoxdur. Yəni, bizim reaksiya daxil olduqdan sonra məhsul əmələ gəlir. Deməli, Y məhsuldur.
Gəlin başlanğıc maddələri yazaq. X-in üzərinə gəlir başlanğıc maddə, Z maddəsi. Onun da üzərinə baxın. X-in üzərinə gəlirik Z maddəsi, üzərinə gəlirik T. Reaksiya nəticəsində alınır uşaqlar. Y maddəsi. İndi gəlin mol miqdarlarını yazaq. 12 mol X başlanğıcda götürülür. Onun 2 molu reaksiyaya daxil olur. Baxın 2 molu reaksiyaya daxil olur. Bizə bir də gözləyin. 9 mol Y maddəsi deyir alındıqda, 9 mol alındıqda neçə mol Z maddəsi alınır? Yalnız Z hesablasaq kifayətdir. Tutaq ki, A mol Z maddəsi alınır. Normalda neçə mol Y maddəsi alınıb uşaqlar? 8 mol. Deməli 8 mol Y maddəsi alındıqda neçə mol Z maddəsi reaksiyaya daxil olub? 12 mol Z maddəsi başlanğıcda götürülüb. 4 molu isə uşaqlar baxın artıq qalıb. 12-dən 4-ü çıxırıq. Ümumilikdə baxın 8 mol Z maddəsi reaksiyaya daxil olur. Deməli 8 mol Y maddəsi alınması üçün 8 mol Z maddəsi reaksiyaya daxil olur. 12 mol götürmüşük, 4 molu artıq qalır. Deməli 8 mol reaksiyaya daxil olur. Uşaqlar A da avtomatik olaraq bərabərdir 9 mol. Deməli biz 9 mol Z maddəsi götürməliyik ki, 9 mol da Y əmələ gəlsin. Keçirik 43-cü suala. Reaksiyanı bizə verib XY3-ün ilkin həcmi 80 litr, reaksiyadan sonra qaz qarışığının həcmi 112 litr. Gəlin 43-cü sualı yazaq. 2 mol XY3 reaksiyaya daxil olur. Bilirik ki, həcm nisbəti mol nisbətdir uşaqlar. X2 üzərinə gəlinsin 3 mol Y2 qazı alınır. İndi başlanğıcda deyir ki 80 litr XY3'ümüz var. 80 litr XY3'ümüz var. Reaksiya nəticəsində də 112 litr qaz qarışığı alınır. 112 litr qaz qarışığı və neçə faiz XY3-ün parçalandığını müəyyən edin. Deməli reaksiya nəticəsində neçə mol olduğunu bilmirik. XY3 də alınmalıdır ki, daha doğrusu alınmalı deyil. Reaksiya nəticəsində qalmalıdır ki, bu qədər qaz qarışığı ümumilikdə 112 litr eləsin. Çünki hamısı parçalanmayıb. Müəyyən bir miqdarı artıq qalıb. İndi neçə litrinin parçalandığını gəlin müəyyən eləyək. Litri molla düşünün uşaqlar. Gəlin litrin hesablayaq ki, başımız qarışmasın. Tutaq ki 2x litr XY3 parçalanır. 2x litrdə, yəni neçə faizin parçalandığını bilmirik. 2x litr XY3 parçalansa, indi burada bir dənə də x var, başımız qarışa bilər. Gəlin A ilə yazaq. 2A litr XY3 parçalanır. Avtomatik olaraq A litr X2 əmələ gələcək. 3A litr də üzərinə gəlsin. 3A litr də Y2 əmələ gələcək. Neçə litr olduğunu müəyyən elədi. İndi 80 litr XY3-dən 2A litri parçalanırsa 80 çıxılsın 2A litr deməli XY3, XY3 də qalacaq artıq. Uşaqlar, ümumilikdə 80 litr götürməmişik. 2 A litri parçalanırsa bu qədər də artıq qalacaq. Uşaqlar, baxın, reaksiya nəticəsində A litr X2 alındı. 3 A litr Y2 alındı. Bu qədər də artıq qaldı və cəmi verib 112 litr. Gəlin A-nı müəyyən eləyək də. Onda A üzərinə gəlinsin 3A, üzərinə gəlinsin 80 çıxılsın 2A bərabərdir 112 litr. 4A'dan 2A çıxdıqda 2A bərabərdir 32. A da bərabərdir 16 litr. Deməli biz 2A litr XY3 parçalanıb, yəni 32 litr XY3 parçalanıb. Biz 2A litr demişdik ki parçalanıb. Neçə faizi parçalanıb? Ümumilikdə 80 litr XY3'ümüz var idi. Onun 32 litri parçalanıb. Faizlə ifadə eləyək. 8'e ixtisar getdi. 4 dəfə sıfırlar getdi. 40 faizi parçalanmış olur. Cavab da oldu 40 faiz. Bu qədər uşaqlar. Keçirik 44-cü suala. Uşaqlar, 44-cü sualda eyni tipdə sualdır. Eyni şəkildə də həll olunur. 2 mol XY3 parçalanır. X2 üzərinə gəlsin 3 mol Y2. Gəlin bir dəfə də həll eləyək. Daha aydın beyninizə otursun. Daha rahat öyrənə biləsiniz. XY3-ün başlanğıc həcmini verib 60 litr. Tutaq ki, uşaqlar 2A litr. Niyə 2A götürürəm uşaqlar? Bir də nisbətlə, yəni vaxt itirməyək. Məsələn, mən burada A litr götürsəm,
onda 0,5 mol X-dən, 1,5 mol Y-dən alınacaq vaxt itkisi. Yəni sadə tam ədədlər götürürəm ki, daha rahat həll eləyə bilək. 2A litr XY3 götürdükdə, parçalandıqda daha doğrusu, A litr X2 alınacaq, 3A litr də Y alınacaq. Ümumilikdə uşaqlar 60 çıxılsın 2A litrdə deməli XY3 artıq qalacaq. Bu qədər uşaqlar. Deməli 60 litr var idi başlanğıc qarışıqda, 2A litri parçalandı. Bu qədərdir. 60 minus 2A litr XY3 də artıq qaldı. İndi reaksiyadan sonra deyir ki, qaz qarışıqlarının həcmi 90 litrdir. Neçə faizinin parçalandığını müəyyən eləyin. Reaksiyadan sonra A litr X qaldı qabda, 3A litr Y əmələ gəldi qabda, 60 çıxılsın 2A litr də XY3 artıq qaldı. Bərabərdir 90. Deməli 2A bərabərdir 30, A da bərabərdir 15. Uşaqlar biz neçə litr deməli XY3 parçalamışdıq? 2A litr, 2A da 30 litr. Yəni 30 litr XY3 parçaladıq. Bizə deyir ki, neçə faizi parçalanmışdır? Ümumilikdə 60 litr XY3'ümüz var idi. Onun 30 litri parçalanırsa, faizlə ifadə eləyək. 2 dəfə 50 faizi parçalanmış olur. Cavab da oldu 50. Keçirik 45-ci suala. 45. Bizə dəm qazı və karbon qazı verilib, tam yanma məhsulu. Karbon qazı. Dəm qazı uşaqlar yandıraq. Karbon, oksigen. Bilirik ki, yanma reaksiyası oksigen iştirakı ilə gedir. Karbon qazı əmələ gəlir 2 mol. Karbon qazı yanmır. Üzərinə gəlinsin oksigen, reaksiya getmir. Səbəbi də karbon qazı, karbon uşaqlar maksimum 4 valentlik göstərir, düz deyil. Özünə də 2 dənə oksigen birləşdirib. 2 dənə oksigen, 2 dənə oksigen. Bilirik ki, birləşən rabitələrin sayı qədər valentlik göstərir element. Yəni oksigenə 2 dənə xətt birləşibsə, deməli oksigen bu birləşmədə 2 valentli. Deməli karbona 4 dənə xətt birləşibsə, maksimum 4 valentlik göstərir. Əgər oksigenlə reaksiyaya daxil olsa, oksigeni hardan birləşdirəcək? Uşaqlar karbonu bura oksigen birləşdirəcək. 2 dənə də oksigen birləşdirsin. Hə, neçə valentli oldu bu? 8 valentli. Uşaqlar 8 valentli deyə bir maddə, yəni o karbon 8 valentli göstərə bilərmi? Xeyr. Ona görə də oksigenlə reaksiyaya daxil olmur. Tam yanması nəticəsində qarışıqda oksigen atomlarının sayı 1,6 dəfə artarsa. Əla. Uşaqlar, tutaq ki, bizdə x mol, 2x mol götürməyə 2x mol götürək ki, hesablamaq asan olsun. 2x mol dəm qazımız var idi başlanğıc qarışıqda. Reaksiyadan daxil olmasından əl danışmıram, başlanğıcda danışıram. Deməli, y mol da karbon qazımız var idi. Bunu müəyyən elədi. 2x mol dəm qazımız, y mol da karbon qazımız. Reaksiyaya daxil olan oksigen atomları bu sadəcə deməli dəm qazını yandırmaq üçündür. Yəni bu oksigen atomlarının sayı bizə lazım deyil. Biz sadəcə bu oksigen atomları, bu sadəcə yanma reaksiyasına işlədilən oksigen atomudur. Yanma reaksiyasını uşaqlar havadan da istifadə edirlər. Tərkibindəki oksigenlə reaksiyaya daxil olur. Yəni yanma reaksiyasında istifadə etdiyimiz oksigen atomlarının sayı burada bizim məsələmizə təsir eləməyəcək. Sadəcə yandırmaq üçün istifadə olunub. İndi davam edirik. 2x mol oksigen deməli dəm qazımız vardı, y mol da karbon qazımız vardı. Yaxşı, bəs başlanğıcda oksigen atomlarının sayı nə qədər olacaq? 1 mol dəm qazında bir dənə oksigen atom varsa, 2x mol dəm qazında da 2x, yəni 2x mol oksigen atomu olacaq. O atomu. Uşaqlar, sayını desəydim, altda müzdəki olsun, onun üstə gəmçə vurardım. Mən sadəcə onu molla hesapladım. Yəni 2x mol dəm qazında, 2x mol da oksigen atomu var. Uşaqlar, y mol karbon qazında da avtomatik olaraq 2y mol oksigen atomu var. Deməli, başlanğıcda olan oksigen atomlarının sayını müəyyən elədi. 2x mol dəm qazı reaksiyaya daxil olsa, avtomatik olaraq 2x mol da uşaqlar. Deməli, karbon qazı əmələ gələcək. Düz deyil. 2x mol, 2x nədir? 2x mol da karbon qazı əmələ gələcək. Reaksiya bu başlanğıc maddələr üçün hesabladıq. Başlanğıc. Başlanğıcdakı oksigen atomlarının sayı. Başlanğıc. İndi reaksiya nəticəsində baxın. 2x mol karbon qazı alındı. Y mol da karbon qazımız qabın öz içərisində var idi. Çünki heç bir reaksiyaya daxil olmadı. Onda 2x mol karbon qazında olan karbon atomlarının sayı 4x mol oksigen atomlarının sayı, oksigen atom var.
2x mol karbon qazında uşaqlar 4x mol oksigen atomu var. Çünki 1 mol karbon qazında 2 mol oksigen atomu var idisə, 2x molunda da 2 dəfə çox, yəni 4x mol oksigen atomu olacaq. Karbon qazda olduğu kimi qalır burada. Yəni 2y molda avtomatik olaraq oksigen atomu da karbon qazında var. Bu da məhsul. Məhsul. Deməli, reaksiya məhsulunun bir də məhsul və başlanğıcda olan oksigen atomlarının sayını müəyyən edirik. Deyir ki, oksigen atomlarının sayı 1,6 dəfə artarsa, yəni məhsulda olan oksigen atomlarının sayı başlanğıc maddənin oksigen atomlarının sayına olan nisbəti 1,6-ya bərabərdir. 4x üzərinə gəlinsin 2y bölünsün 2x üzərinə gəlinsin 2y bərabərdir 1,6. Nə dedik? Oksigen atomlarının sayı baxın 1,6 dəfə artmışdır məhsulda olanlara nisbətən. İndi gəlin bu məsələni həll edək. 2x, daha doğrusu hər tərəfi 2-yə də bölə bilərik uşaqlar. 4x üzərinə gəlinsin 2y bərabərdir 3,2x üzərinə gəlinsin 3,2y. X'ləri sol tərəfə keçiririk. 0,8x bərabərdir 1,2y. Vergülləri sağa atırıq. 2x bərabərdir 3y. X də bərabərdir 1,5y. X'i y ilə ifadə elədik. Davam edirik. İlkin qarışıqda karbon qazının mol payını hesablayın. Uşaqlar, ilkin qarışıqda y mol karbon qazı yox idi. İlkin qarışıqda baxın 2x mol dəm qazı var idi. Y mol da karbon qazı var idi. Deyir, ilkin qarışıqda karbon qazının mol payını hesablayın. Omega karbon qazı bərabərdir. Ümumilikdə qarışığın molu neçə moldur? 2x üzərinə gəlinsin y mol qarışıq var. Karbon qazı da y moldur. Vurulsun 100. Avtomatik olaraq gəlindi x'in yerinə y qoyaq. Y bölünsün 1,5 üstəm 3y üzərinə gəlinsin y vurulsun 100. Bu bərabərlikdə y bölünsün 4y vurulsun 100. İxtisarlarımızı aparırıq. 4-də də ixtisar gedir. 25 dəfə 25%. Deməli, karbon qazının mol payı da oldu 25%. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə maddə miqdarı və Avogadro qanunu bölməsinin kimyəvi tənliklər üzrə hesablamalar mövzusundakı sualları izah etdim. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Allaha əmanət olun, sağ olun.